Bugün sizlərin ən çox verdiyiniz sualı cavablandırmağa gəlmişəm. Botoksdan sonra düzləşdirici istifadə edirsənmi? Təbii ki, yox. Ehtiyac belə yoxdur. İndi isə keçək botoksdan sonra nələrə diqqət etməliyik, hansı şampun və maskadan istifadə etməliyik. Mən saçlarımı yalnız sulfatsız keratinli şampunla yuyuram. Şampunu diblərə masaj edərək tətbiq edirəm və 4-5 dəqiqə saxlayıb yuyuram ki, saç dərsi tam təmizlənsin. Ardınca maska istifadə edirəm. Maskanı diblərə yox, yalnız saçın ortasından uclarına çəkirəm və 5 dəqiqə saxlayıram. Bu saçımı həm yumşaq, həm də ekstra parlaq edir. Bir vacib qayda var. Saç məhravada nəm saxlamaq olmaz. Ortaqlarda fironlar kimi dolaşmayın. Hamamdan çıxan kimi sadəcə suyunu alın və dərhal fenlə qurudun. Fenlə də həmişə yuxarıdan aşağıya doğru qurutmaya mütləq diqqət edin. Bu halda saç həm düz, həm də ki hamar qalır. Xüsusilə də ilk başlayanlar üçün ilk 10 gündə buna diqqət etməlisiniz. Açığı başqa heç nə etmirəm. Düzgün yuma və qurutma kifayətdir. Onu da qeyd edim ki, videoda təqdim etdiyim şampunun qiyməti 25-26 manat aralığıdır və ən böyük ölçüdə olan da uzun bir müddət görür. Maskanın qiyməti isə 35 manatdır və sizə 6 ay davamlı olaraq görəcəkdir. Bu qədər.